Azərbaycan? Okey. Mən Azərbaycandayam. Dövlət Bayraq Meydanı uzaqdan belə görünən nəhəng bayraq. Direğin hündürlüğü 162 metrdir. Bu meydan Azərbaycanın qürur yeridir. İndi isə İçəri şəhərə gedirik. İçəri şəhər bura Bakının ürəyidir. Dar küçələr, qədim divarlar, paxlava qoxusu, köhnə eyvanlar, əlişi keramika və Şirvanşah sarayı. Zaman burada dayanır. İndi isə alov güllələrinə gedirik. Alov güllələri şəhərin müasir simvolu. gecələr parlayan 3 alov şəkilli güllə. Enerji, üslub, şişə, işıq və Bakının alovlu ruhu. İndi isə Heydər Əliyev mərkəzinə gedirik. Heydər Əliyev mərkəzi. Burası Bakının simvolik memarlığı. ağ rəng, yumşaq xəttlər, genişlik, installyasiyalar, güzgüllü divarlar. İnteriyer dizaynı və gələcəyin havası. İndi isə Dəmir Yolu Muzeyinə gedirik. Dəmir Yolu Muzeyi, köhnə vaqonlar, Keçmiş biletlər, qadar maketləri, buxar hissələri. dəmir iyi və köhnə stansiya havası. Tarix burada canlanır. İndi Şirvanşah restoranına gedirik. Şirvanşah restoranı, milli musiqi, qədim hava. Divarda xalçalar, canlı balaban, mis samavar, naxışlı tavanlar və ləzzətli yeməklər. İndi isə Bakı televiziya gülləsinə qalxırıq. Bakı televiziya gülləsi 310 metr hündürlük. Yuxarıda restoran, şəhərə baxış. Möhtəşəm gün batımı, işıq dənizi və sonsuz səma. Təşəkkürlər Azərbaycan. Ay Allah, sən bu nəsən?